Buddham Saranam Gacchami Dhammam Saranam Gacchami Sangham Saranam Gacchami Buddham Saranam Gacchami. 1985-ci ildə bu kənddə doğulmuşam. Bu kənddə yaşayıram. Uşaqlıq illərim elə bu kənddə keçib. Bu kənddə də elə ömrümün sonuna qədər də bu kənddə yaşayacağam. Çünki bura bizim vətənimizdir. Vətən nə qədər çətinlik olsa da yenə də bura bizim vətəndir. Uşaqlıq illərimizdə düzdür, çətin günlərimiz də olub. Şükür bugünkü günümüzə, şükür bugünkü günümüzə ona görə ki, yəni dövlətimiz bugün bizləri bu çətin bir şəraitdə də olsa dəstəyini bizlərdən əsirgəmir. Yaşayırıq, şükürlər olsun. Belə daha gördüyünüz kimi həyat öz axarıyla davam edir, bayaq da dedim. Atışma olanda olur, nə qədər olsa. Biz adi bir halda atışma bizdən ötürü. Nə qədər atışma olsa da biz bunu alışmışıq, öyrənmişik. Artıq 20 ildir. Qazax rayon Küçüarim kəndi, Qazax rayonundan 30 kilometr, deməli, ən ucqar nöqtədə yerləşən, sərhəddə yerləşən kəndlərdən biridir. Küçüarim kəndində nə qədər düşmənlə sərhəd olsa da, həyat yenə də öz axarından davam edir. Küçüarim kəndində nə qədər həyat çətin olsa da, bugün biz öz ordumuzu da unutmamalıyıq. Çünki bu kəndin, bu ərazidə, bu mövqedə, çətin bir şəraitdə yaşamasının əsas səbəbi birinci növbədə bizim ordumuzdur. Ordumuz yerindədir ki, biz də burada rahat, onu arxalanıb, ordumuz Azərbaycan ordusuna arxalanıb, bugün biz burada deməli, öz həyatımızı rahat şəkildə davam elətdiririk. Bunu bir daha Azərbaycan ordusu sübut elədi. Aprel qələbəsi də bir daha sübut elədi ki, Azərbaycan ordusu nəyə qadirdir. Və inanırıq ki, yaxın günlərdə də bütün bu qara bulud Azərbaycan xalqının üstündən gedəcək. Azərbaycan xalqı öz torpaqlarına, qaçqınlarımız öz evlərinin obalarına gedəcək, qayıdacaqlar. Düşman tez-tez, demək olar ki, mütəmmədi olaraq atəşkəsi pozur. Atəşkəsi pozmasına baxmayaraq, kənddə həyat öz axarından davam edir. Şagirdlərin məktəbə davamiyyəti çox yüksək səviyyədə təşkil olunur. Bizim kənddən 92-ci ildə çox adam köçüb getmişdi. Çox adam. Ancaq bugün nə qədər çətin bir şərait olsa da rayonda yaşayanların hamısı baxırsan ki, qayıdış var. Son 5 ildə bir 10-a yaxın adam yenidən öz elinə, öz qoyub getdiyi boş evinə qayıdıb. Gəlib öz yurdunda, ata-baba yurdunda öz evinin işığını yandırıb. Bu da ki, böyük bir uğurdur, mən belə deyərəm. Böyük bir uğurdur, böyük bir qələbədir ki, yəni belə bir çətin gündə, onların hamısının orada şəraiti olsa da belə, onlar köçüb gəlib, öz elində, obalarında yaşamağa daha da üstünlük verir.
Burada mənim də bir müəllim kimi əsas borcum nədir? Əsas borcum odur ki, mən də hər səhər məktəbə gedəndə çalışıram ki, orada dərs dediyim şagirdlərin hamısını vətənpərvərlik ruhunda tərbiyə edeyim. Onların bütün çətinliklərin, indiyə qədər Kuşçayım kəndində baş verən bütün çətinliklərin hamısını onlara başa salım ki, gələcəkdə onlar öz həyatlarını daha rahat şəkildə davam eləsinlər. Mən də əsas birinci növbədə sərhəd kənddir. Vətən sərhəddən başlayır. Ona görə də biz çalışmalıyıq ki, daha doğrusu sərhəddə olan şagirdləri vətənpərvərlik ruhunda daha da tərbiyə edək ki, onlar gələcəkdə öz vətənlərini, öz xalqlarını sevən bir vətəndaş olsunlar. Bir Azərbaycanlı olaraq, tarixi bilən Azərbaycanlı olaraq bilirik ki, nəinki onların bizə torpaq edir. Hətta Ermənistan belə götürəndə İrəvanın özü Azərbaycan torpağı olubdur. Bütün Ermənistan ərazisi Azərbaycanın tarixi torpağı olubdur. Və ümid edirik ki, qısa bir vaxt ərzində Azərbaycan yenə də öz torpaqlarına qayıdacaq. İnanırıq ki, bir daha Azərbaycan bunu dünya xalqlarına sübut edəcək və onlar öz yerlərini tanıyacaq. Yaşım var. 29 yaşı bu kənddə keçirmişəm. Həmişə gözümüzü açandan, bu kənddə böyüyəndən erməni güllə səslərini hər an, hər zaman eşitmişik. Arada qonşuda belə bir balaca bir az yaşlı körpə var. Erməni atanda sevincək, qorxudan yox, sevincək deyir, bizim əsgərlər cavab verəcək. Bizim dildə əsgərlərimiz var. Həqiqətən də elə olur. Bizimkilər atanda həqiqətən düşmən həmişə, hər an, hər dəqiqə susturulur. Bizim ordumuz həmişə, nəinki bizim ordumuz, biz gənclər də, biz bütün Azərbaycanın vətəndaşları da ordumuzun arxasındayıq, onların gücünə inanırıq. Yəni, bayaq vurğuladım, 29 yaşım var, bu müddətdə də bu kənddə olmuşam. Dostlarla, qardaşlarla, kəndçimlə, qonşumla həmişə oturub söhbət edirik. Düşmən də düşmənliyini eləyir. Ani momentdə nə baxırsan belə atır. Yenə də söhbətimiz davam eləyir. Yəni, bir sözlə, erməninin atdığı o mərmilərdən nəinki kişilər, hətta qadınlar belə qorxmur. Kənddə yaşayış öz axarla davam edir. Qadınlar öz işi ilə, kişilər öz işi ilə. Belə də qorxu hissi heç bir kənd sakinində hiss olunmur. Körpəsindən tutmuş da yaşlı ahıl qozuya qədər olan insanlarda heç birində qorxu hissi olunmur. Bugünkü günü 2017-ci ildə kəndçilərimiz, əkinlə məşğul olanlar öz əkinlərinlə, təhsil sahəsində məktəbdə işləyənlər öz işlərinlə, kəndçiliyi ilə hamı məşğuldur. Səsiniz gəlsin, sizin səbəbinizə biz burada yaşayırıq. Dərsin alim canınız. Allah'ın gözü həmişə balamızda olsun, sizə qurban olun. Dərsin alim canınızı. Keymişik. Allah haqqı, nə qatmırıq, nə eləmirik. Yaşayırıq kənddə. Erməni bir dəfə atanda 5 dəfə də bizimkilər atır. Sənə başına dolanır.
Buraya burada da kalmış. Hoş gəlibsiniz, Safiyə Əlifsiniz, bizim illər. Ay mənim gözəl balalarım. Sağ ol aynı, sağ ol. Ay mənim gözəl göyçək Ne balalarım. dersin? Maç edim senin. Ay dərdiniz alayım, ay ağrınız alayım, ay ağrınız. Və adam nəni belə qoruyur. Və mənim oğlum səni qoruyur, sən də məni qorudan. Ay kamerana qurban olayım, ağrınız alayım. Ne dersin? Yox, sağ ol, Safiyə Əlifsin. Sən mi yətdin? Hə, dərdisini alayım belə yaxlarınızın. Ay, bəlkə 75 ildir mən buradayım. Niyə deyirəm? Mən cəmaət geçsə də mən burada öləcəm. Kəndimdə öləcəm. Torpaq anadır, ana. Anamın, oğlumun şəhiddir, bax orada. Mən onu hana qoyum gedeyim? Olar mı? Olmaz. Sizi kimi olanlara arxana olmuşam mən. Deyirəm, siz xoş gəlibsiniz. Canınız sağ olsun. Adın nədir sağ qurban? Tural. Ay Tural bala, adınla yaşa. Sənin adın nədir? Seymur. Nə? Seymur. Seymur bala mənim qardaş oğlumsan. Sağ ol, canınız sağ olsun. Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının, Bakı şəhərinin bölgəsi olan, rayonu olan Qazax rayonunun, Küçarim kəndinin sakini Cəfərov Ayvaz Muradoğlu. Salamlar göndərirəm. Sizi göndərən belə təşkilata, sizin özünüzə, Azərbaycan xalqına canınız sağ olsun, xoş gəlibsiniz, çox sağ olun. Canınız sağ olsun. Gedə biz ki çay içək. Sağ olun. Aşağıda içəcəyim bir qoyuflar. Nə özünüz bilirsiniz. Sağ olun. Məndən deməkdir. Çox sağ olun. Çox xoş gəlibsiniz. Allah razı olsun. Gözünüz üstə yeriniz var. İntihası Allah Taala'dan arz eləyirəm ki, bircə bu qara bulud üstümüzdən gedə. Namik! Ahal edip sen de bak. Salam aleyküm. Hoş geldiniz. Hoş geldiniz. Aa, buradan gel Ayda, buradan gel. Oradan düşmüyor, buraya gel. Bağımızı yerine koyma. Ha? Sen burada sor. Gözde bağımızı yerine koyma. Burada yattığım iyi. Gecə saat bunların gözü yaş. Qalxdım, buraya deyəndə istədim qalxdım. Tez yürüdüm, ışığı yandırdım, yüzüyü aldım, gördüm, heç nə yoxdur. Qalxdım, baxan dedim, oradır. Burada heç bilmirdim, heç xəbərim yox idi. Sağ olsun, bundan Yaşar gəldi. Gəldi, şurada burada güllər biz buraya. Basur yattım, yedi.
O fason yattığın yerdə indi əlindən görsək, güllə harda dəydi, oraya O da dəydi. bak, o düzene bak, bu da buraya, oradan buraya, bu da bak buraya. Gördünüz bak sağ ol arkadaş, gelipsiniz bak gördünüz. Yattığım yeri de gördünüz, gülle de bak yeri fak. Başımın altına. Bir de uçur. Gözünün qavandadır. Sağ olsun təzə gələn başçıya. Ondan ben xidmət verirəm ki, bana kəbərtəbəkçisi xahiş edirəm. Başıma çürür. Yumul bari. Biraz da yumul bari kömək eləsinlər. Demirəm, hakim mərtəbəçisi, prezidentimə xahiş edirəm. Prezidentimə də xahiş edirəm. Yardım eləsinlər, kömək eləsinlər. Vətənimi qoyub mən çıxmıram. Elimi, anamı, bacımı, nəyə qoyum çıxayım elimi, obamı? Burada da öləcəm vətənimdə. Vətənim üçün. Vətən. Hədir. Ölüm vətən. Ölüm vətənimdə ölüm. Vətən yaxşı idi, torpağıma qurban. Sağ olun, bak gördüğünüz gibi bak bu ev kardeş. Allah canınızı sağ eylesin, hoş gelipsiniz. Neden korkacak adamım? Gülleden adam korkar mı? Bunun hamısını ben birine götürmüşüm bak. Yarı Otun bu içinde zaraş bu. tapsam onu. Otun içinde tapsam onu ben. Ön böyle düşüp oradan götürmüşüm hamısını. Yarı pencerenin yanından, yarı ön dalından. Bak, kışların üstünde deşit deşit. Ermənidən qorxursun. Yok. Ama bu ben. Hiç ası korkmuyor, pehlivandır. Gel, dolanacaksan sağ ol. Allah razı Bizce Allah bu Karabolu üstümüzden gider Azerbaycan kavginin günah ara. O da size kimi cəhəllərin canı sağ olsun, azad eyləyəcək torpağı. Ben sevmem. Ben şımarıktım. Şükür, salamatçılıq. Ordumuz da sağ olsun, yaxşı da güclü ordumuz var. Yaxşı vəziyyət. Allah sizinlə canını sağ eləsin. Zira hakimiyyəti də sağ olsun, bizə yaxşı köməkdarlıq edir. Bizim kəndlər yox, vəbşə elə bütün bu Qazan kəndlərin hamısı. Allah az kəndlərə geçsən, soruşan, hamı razı olub, aşağı ki, köməkdarlıq edir. Erməni kimdir, ermənidən qorxur? Ermənidən qorxsa mənim ayağım belə olar mı? Vallahi, erməni kimdir, erməni yoxsa, posta 3 tane dığa var orada, elə taqqıltı ilə də deyirlər, erməni var. Erməni haradadır, erməni yoxdur. Allah doğru sözünü deyir.
Müəllim gedirik qaza, taksi zadıq lazım olur, şoför gətirib düşürəndə deyir, Hasan abi kətdəsiniz, deyirik Kuçaylı mən. O da deyir, yox, kəmə mən getmirəm. Mən niyə? Deyir, qardaşım, manat dönmür, 50 manat versənə getmirəm. Ermənidən qorxurlar. Deyirəm, ermənidən nə də biz qorxmuyoruz, siz qorxursunuz. Erməni nöyə yıxsın, erməni hə. Allah canınızı sağ eləsin. Sağlıq, salamatçılıqdır, şükür Allaha. Ermənidən də qorxumuz yoxdur. Bir dəqiqə sağ-salamat hamı evində, işində sərbəst olarız. Hamamız yaxçanadır, əkil, səpin də yenə öz yerində sərbəst həm işindən, gücündən olub dolanır. Sağ olun, sizə də çox sağ olun. Sağ ol. Allah canınızı sağ eləsin.